Bismillah, elhamdülillah ve salatu ve selamu ala Resulillah ve ala alihi ve ashabihi ve men valah amma ba'd. Bugün zöhr namazını kardeşler Muhammed sallallahu aleyhi ve sellemin əmsi oğluna Abdullah ibn Abbas'a ettiği tövsiyesinin bir hissəsini danışdıq sadece. O hadisi ki İmam-ı Tirmizi ve həmçinin İmam Ahmed ibn Hanbal rivayet etmiştir. Abdullah ibn Abbas radıyallahu anhumadan. Hadisin ilk cümlesini günorta namazından sonraki dərsimizdə şərh elədik. İndi isə növbəti iki cümləsini şərh eləyəcək. Hədis başdan belə idi. Abdullah ibn Abbas radıyallahu anhuma deyir ki, Kuntu xalfən nəbiyyi sallallahu aleyhi və səlləm yevmən. Fəqalə ya gulam inni uallimuka kelimatin. İhfazillâhe yahfazuk, ihfazillâhe tecidhu tücahak ve izâ səəlte fəsəlillah ve izâ istə'ante fəstə'in billah. Biz bugün İlk cümləsini şərh elədik. O da, ey gənc, sənə mən bir neçə kəlmə öyrədəcəm. Sən Allahı qoru ki, Allah da səni qorusun. Bu cümləni şərh elədik. Ki, Allahı qoru deyəndə nəzərdə tutulan, yəni Allahın qoyduğu hədləri, Allahın qoyduğu şəriəti qoru ki, Allah Teala səni dünyada və axirətdə qorusun. Yəni Allah Azze ve Celle səni dünyada qoruyur, həm dinində, həm də bədənində. Allah Azze ve Celle'nin səni qoruması, səni günahlardan uzaq tutması, Allah Azze ve Celle səni qoruması, səni xəstəliklərdən uzaq tutması, ailəni salamat saxlaması, malına bərəkət verməsi, axirətdə isə öz əzabından səni xilas etməsidir. Hədisin ikinci cümləsi belədir ki, qardaşlar, İhfazillâhe tecidhu tücahak. Allahı qoru ki, onu qarşında tapasan. Nə deməkdir Allahı qoru ki, onu qarşında tapasan? Yəni sən Allahın qoyduğu hədləri, Allahın qoyduğu hududları qoru ki, Allah Azze ve Celle səni doğru yola, xeyr olan əməllərə yönəltsin. Bir müsəlman dində olan qayda qanunları aşmamaq şərt, aşmaqdan qorxarsa, Allahın dur dediyi yerdə durarsa, Allahın et dediyini edərsə, hər işində Allah ona yardım etdiyini görər. Və Allah Azze ve Celle onun heç ağlından keçmədiyi qapıları açar və sənin bütün çətin işlərin görərsən ki, asanlaşır. Hədisin üçüncü cümləsi belədir. İzə səəlte fəsəlillah. Bir şey istədikdə ancaq Allahdan istə. Çalışdıq, bacardıqca heç bir məxluqa, heç bir insana əsla və əsla əl açma. Sadəcə və sadəcə bir şey istəyəndə Allahdan istə. Məxluqdan da bir şey istəsən, ancaq məxluqun gücü çatan şey olmalıdır. İnsanın gücü çatan şey olmalıdır. Sən bu telefonu yerindən götürə bilmirsənsə, ağır bir şeydirsə, kiməsə deyə bilərsən ki, gəl mənə kömək elə, bunu götürək buraya qoyaq. Amma insanların götürməkdən aciz qaldığı şeyləri insanlardan tələb etmək əsla və əsla olmaz. Sən kiməsə deyə bilərsənmi, get mənə şəfa ver. Kiməsə deyə bilərsənmi, gəl məndən qorxunu çıxart. Kiməsə deyə bilərsənmi ki, gəlsən mənə övlad ver. Əsla və əsla. Bunu Allahdan başqa kimsə verə bilməz. Ona görə kimlər gedirlər bütlərdən istəyirlər. Kimlər gedirlər öllərdən istəyirlər. Kimlər gedirlər ziyaratlardan, pirlərdən istəyirlər. Bunların hamısı müşriklərdir. Bunların hamısı Allah Azze ve Celle şərik qoşanlardır. Çünki bir adama övlad vermək, bir insanın xəstəliyinə şəfa vermək, bir insanın istədiyini, İnsanların qadir olmadığı şey vermək ancaq və ancaq Allaha məxsusdur. Və bunların hamısı ibadətdir. Kim ibadətin hər hansı bir növünü Allahdan başqasına sərf elərsə, o insan şərik qoşmuş olar. Şərik qoşan insan Allaha tövbə etmədən ölərsə, o insan əbədi cəhənnəmlikdir və o insan əsla cənnətin iyini belə duymayacaq. İnnallaha la yaghfiru an yushraka bihi və yaghfiru ma dun zalika limen yasha. Nisa surəsi 48-ci ayə. Həqiqətən Allah ona şərik qoşanları əsla bağışlamaz, şirkdən aşağı olan günahları istədiyi kəsə bağışlayar. Və bu baxımdan qardaşlar, kim bir şey istəyirsə, yalnız və yalnız Allahdan istəməlidir. Bəzən belə bir şayələr var. Deyirlər ki, biz ziyarətə getdik, biz pirə getdik, o pir bizə kömək elədi, istədiyimizi və niyə verdi? Baxın, insan bəzən kafir olur, Allaha dua eləyir, Allah onun duasını qəbul eləyir. Bəzən sən istəyirsən, Allah Azze ve Celle onu sənə verir. Amma sən elə bilirsən ki, onu sənə pir, ona sənə ölmüş insan, ona bayaq da dəfn olunmuş birisi verir.
Və bəzən şeytan, bəzi insanların canına dolur və xəstəlik törədir. Bəzi insanların canına dolur, qorxuluq verir. Bəzi insanlar günahlara düşəndə cin onun vücuduna girir. Neynir? Başlayır bu insandan axmaq-axmaq, pis-pis hərəkətlər meydana gəlməyə. Və nəticəsi də onların beyninə doldururlar ki, bunu apar ziyarətə ki, etiqadınız, inancınız pirlərə, ziyarətə bağlansın. Yəni, ən böyük küfrü, şirki eləyin, ondan sonra siz şəfa tapacaqsınız. Onlar gedib ən böyük günah eləyəndən sonra, Allahdan başqasına qurban kəsdikdən sonra, qəbirlərin ətrafına ibadət məqsədi ilə tavaf etdikdən sonra, Allahdan istəyən kimi ölmüş insanlardan istəyəndən sonra, o aparılan insana palçıq, torpaq, oradakı sudan içizdirəndən, yedizdirəndən sonra, baxırsan ki, bu adam durdu, hər şey superdir, hər şey yerindədir, deməli bu adam deyirlər, niyə şəfa tapdı? Bu insan şəfa tapmadı. Bu sadəcə şeytanın oyununa gəldi. Sən nəhayət ki, şirki küfrü etdin, şeytan onun vücudundan çıxdı, sən də elə bilirsən ki, pir də ona şəfa verən. Əslində, bu insan belə olduğu halda tövbə eləyib, Quran-ı Kərimi oxumağa başlasaydı, heç o qədər zəhmət çəkməyə gərək yox idi, Allahın əzəmətini və qüdrətini görməsi mümkün idi. Hədisin 4-cü cümləsində gəlir, وَإِذَا اسْتَعَنْتَ فَاسْتَعِنْ بِاللّٰهِ Əgər sığınacaqsansa, yalnız Allaha sığın. Səni heç kimin şərrindən Allahdan başqa kimsə qoruya bilməz. Sənin başına bir müsibət gəlsə Allahdan başqa kimsə səni qoruya bilməz. Allah sənə zarar vermək istəsə səni kimsə qoruya bilməz. Allah səni qorusa kimsə sənə zarar verə bilməz. İyyəkə nə'budu və iyyəkə nəstə'in. Hər namazda oxuyuruq. Yalnız sənə ibadət edirik və yalnız sənə sığınırıq. Müsəlman Allahdan başqasına sığınmamalıdır. Kim səni qorxutsa, kim səni hədələsə, kim sənə detsə, deyəsən ki, mənim sığınacağım Allahdır. Allah kimi himayə eləyərsə, Allah kimi qoruyarsa, əsla nə cinlər, nə şeytanlar, nə də insanlar əsla o insana zərər verə bilməz. Ona təvəkkül də deyirlər. Bir insan işini Allaha həvalə etdisə, Allaha təvəkkül etdisə, Allaha sığındısa, onun hamisi, qoruyanı Allah oldusa, o insana əsla bir müsibət başına gələ bilməz. Ona görə möhtərəm qardaşlar, Allahın qoyduğu hədləri qorumaq, şəriətini hifz eləməmiz lazımdır ki, Allah bizi qorusun. Bir şey istəyəndə sadəcə Allahdan istəyəcək və bir nəsi və sığınası olsaq, sadəcə və sadəcə Allaha sığınacaq. Allah bizə iştifadlardan etsin. Və sallallahu aleyhi ve sellem və barik alə nəbinə Muhammed və alə alihi və sahbihi əcməin. İxlasla.com saytı tərəfindən təqdim olundu.